İbrahim gəlib nə deyir uşaqlar mənə? İbrahim qardaş pul verməz. Qardaşa pul verməz, amma İbrahim verəcək bugünkü gündə. Niyə İbrahim? Niyə? Nə? Yanında bu günəcən. Hə. Yaxından çəkmə. Deyə. Bu günəcən saçımı qırxdırmışam, pulsuz da. Hə. Nə günə qoyub başımı yola ver. İndi pulla yoxdur. İnşallah indi yer yazdırıb. Yəni bax ərimir. Saat 6-ya yer yazdırıb. 10 dəqiqədə gecikib. Aşağıdan üstə qalxmağa 10 dəqiqə gecikib. 20 manat verirsən, düzdür? İndi axırda paylaşarsan yazarsan. Öz halal zəhmətindən o 20 manat hardan olub sənə? 2 dənə səs qırxıb sənə? Haydi, 2 dənə. Şikayətçi olduğum yerdə. Haradır? Arxası. Arxası uşaqlar deyir ki, buram yatır. Baxın uşaqlar, buradan baxın yatıb. Görürsüz bunu kim kəsib? Sən. Kim kəsib? Uşaqlar, möhtəşəm dəyişim çıxacaq da, yəni. Hazırsan İbiş? Bəli. Ver də pulumu. Psikologsan axırda alacam. İnşallah 20 manat verdi. Bəxtimi sığıram. Ya pulla əmələ gəlirsə. Gəlməsə deyirəm başqa bərbər tapam. Bərbər axtarışına görə son qoya biləcəyəmmi? Hə? Bir baxaq da görək. İbrahim Ustako izləyicilərimiz, yəni qiymət versinlər. Bax saçımın arxası xoşuma gəlmirdi, düzdür? Fenliyi pişirtmədim ki. Baxın uşaqlar, kəsimin gözəlliyi. Bundan qabaq kim kəsmiş sənin saçını bilmirəm. Kim kəsmişdi? Sən kəsmiş. Mən kəsmişdim. Uşaqlar, sizcə bu saç yaraşır İbişə, yoxsa Namazov stili? Bax bir dənə deyin. Məncə belə saç qəşəngdir. Hə? Yazsınlar. Uşaqlar, yazın görək, baxın inşallah. Bax, saçını kəsdi, düzəltdi, bir dənə bax yandan. Gör nə qəşəngdir, bax. Gör nə göyçəyi olan oldu. Baxın uşaqlar. Nəyə gedirsən, hə? Baxın uşaqlar, yazın görək. Bax, belə qəşəngdir, yoxsa Namazov istəyir. Məncə, belə mükəmməl. Bir dənə əlindən özünü də düzəlt baxsınlar. Bax, pul verəndə belə olur. Bax, ayaqlarına bax, qoyub, söyküyü bura. Baxın uşaqlar. Yıkıyorsun, yıkılmıyor. Yıkıyorsun, yıkılmıyor. Bakın şöyle. Muhteşem. Muhteşem.